Barı qoxulu o yollar, o yollar. O həyatını hərbə bağlamışdı. Bugün əskərləri onun haqqında hörmətlə, məhəbbətlə danışırlar. Raquf Orucov elə bir ömür yaşadı ki, əskərləri də, elə ailə üzvləri də etiraf edirlər ki, onun ailəsi əskərlər idi. Komandir üçün bundan böyük fəxarət ola bilməz. Son dərəcə ciddi və öz ailəsi, yəni əskərləri ilə ən çətin məqamda bir olmağı bacaran Raquf Orucov həm də oğul, qardaş, ər və ata idi. Əskərlərinə komandir, Azərbaycana isə əskər olmağı bacaran Raquf Orucovu tanımaq özü bir şərəfdir. Leytinant, ay ver mənə, leytinant. Xoş müjdəli bir savaşdan, pay ver mənə, leytinant. Bu müharibə başlayandan o vaxtdan, yəni təzə yenicə məktəbi qurtarmışdı. Bu 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində doğulub. Orada oxumuş və məktəbi həmən qutaran kimi o öz sənədlərin hərbi məktəbə vermişdi, amma kəsilmişdi. Getdi hərbi xidmətə Qazaxıstana, Qazaxıstan Respublikasına. 90-cı il olardı, yavaş-yavaş burada müharibə başladı. Qayıtdı öz vətəninə və burada yenidən hərbi xidmətə başladı. Yəni Ağdam istiqamətində başlamışdı. 93-cü ildə iyun ayıydı. İyun ayı 11-i bizim Ağdam rayonunun Cinli kəndinə hücum oldu ermənilər tərəfində. Onda mənim qardaşım Abdal Güləf tərəfdə döyüşlərdəydi. Xəbəri yox idi. Təbii ki, biz kəndddə idik. Axşam yay aylarında axşamları bizim kəndə hücum oldu. Qazancı tərəfdən, Fərrux dağı tərəfdən hücumlar oldu. İndi gəldik, gördük ki, yəni anamız yoxdur. Yəni anamız yoxdur. Yəni gəldi aşağı Çullu kəndi var idi. Ağdam rayonunun Çullu kəndi vardı. Gəldi ora. Anamızı axtardıq, yoxdur. Yəni bir gecə keçdi. Bir nəfər yaxınlaşdı ki, bir qadın vardı. Onun yanına yəni belə top mərmisi düşmüşdü. Mən onu götürdüm, qoydum yolun alt tərəfinə. Yerin təxminən dedilər, səhərsi gün mənim əmimlə, bir də məndən böyük qardaşım. Amma o Raqufun xəbəri yoxdur bu işdən. Getdilər anamın düz kəndin yanından, erməndə işğal olunurlar. Getdilər cənazəni götürülə gəldilər. Təbii ki, sonra qardaşım xəbər tutdu. Onun üçün, yəni bizim üçün də, yəni onun üçün lap böyük ağır itki oldu. Ondan sonra qardaşım yəni lap belə möhkəm bağlandı bu proseslərə, lap bağlandı orduya. Onun həyatı tamam dəyişdi, vətən, torpaq və xalq üçün də. Yəni belə deyək də, bu adam sırf bağlandı müharibə zonasına, başladı işləməyə. Yəni biz onun üzünü görmürdük. Yəni elə bilirdik ki, o bizə qonaq gəlir. Bütün müsbət cəhətlər onda cəmləşmişdi. Bütün müsbət cəhətlər, bütün müsbət keyfiyyətlər o insanda cəmləşmişdi. Çox xoş xəsiyyət, çox mülayim, böyüklərə hörmət, ədəbli, ərkanlı. Müəyyən vaxtı evə qonaq gələndə o insan hardansa gələndə, içəri girəndə lap qohumuz olsun. Hansısa bir qadın xeylağı içəridə varsa o girməz içəri. Yəni biz onu indi başa düşürük. O mədəniyyət imiş, o qabiliyyət imiş. Qapını döyərdi, icazə alardı, ondan sonra içəri daxil olardı. Nəysə, birtəhər də evlənmək vaxtı çatmışdı. 99-cu ildə ailə qurdu bu. Təsadüfən tanış olmuşuq. İkimiz də ani qərar verdik, tez qərar verdik. Elə bir özü də həmişə sual verdi ki, sən niyə, nə əcəb belə qərar verdin? Deyirdim, nə bilim, elə bildim ki, sən də özümü tapdın. Heç peşman olmadım. Evlənməmişdim, qabaq dedi ki, bu çətin işdə, mən hər yerə göndərə bilərlər. Hələ baş leytenant idi. Murovda xidmət edirdim. 1999-cu ildə. Evləndən sonra deyim, onunla Murova getdim. Orada yaşadıq. Vayın həyatı sürdüm. Hərbiçi həyatı çətinliklərini gördüm. Alışdım. Ondan sonra bunların həyatı başladı dağlarda keçməyə. Ailəsi ilə bir yerdə, həyat yoldaşı ilə bir yerdə. Ağdərə istiqaməti yenə, Murov dağı, Toğana. Qardaşım 17 il evli oldu, bir il evdə olmadı.
Bir il evdə yaşamadı o. Yəni bir il ailəsi ilə bir yerdə olmadı. Ancaq bizim ancaq uşaqlığımız bir yerdə keçir. Qardaşım 91-ci ildən bu yana biz doyuncaq görə bilmirdik. Qardaşımın ailəsi onun əsgərləri idi. Yəni həqiqətən mən soruşa bilərsiniz əsgərlərindən də. Yəni bu həqiqətdir. Gəlirdi son vaxtlar 5 günlük gəlirdi. Vallahi bir gecə qalırdı evində. Bir gecə qalırdı. Yığışıb gəlirdi. Çörək qardaşıq da hamımız yığışırdıq, ailəvi gəlirdi. Onu doyuncaq görə bilmirdik biz. Bir gecə qalırdı. Getdi. Bir şey istəyirəm ki, qardaş kimi, yəni bir yığışıb bir stol başında ailəvi bizim şəkillərimiz yox. Həmişə yüksələn xətt üzrə gedib. Heç vaxt dayanmayıb. Həmişə arxalanmışam ona. Heç vaxt inanmırdım ki, haradasa dayana bilər. Həmişə harasa gedirdi, gəlirdi. Vayın həbs həyatı çətindir, bilirdim. Gəlmədiyi gecələrim olub. Tanımadığım yerlərdə qalmışam. Amma deyirdim, nə vaxt sonra gələcək. Həmişə qayıdım. Bu da qayıdım. Dildəkim yadımdadır, fevral 12-si. Ağlama dedi gedirəm. Anasının qəbri oradaydı. İşğal altında ərazi dedi, anama yaxın gedirəm. Bundan böyük arzum olmazdı, deyir, reallaşdı, elə sevindim. İnsanın ürəyində həqiqətən də sevgi var, yəni vətən sevgisi, yəni insan. Çünki o ora bağlıydı. Nəyə görə bir tərəfdən ki, mənim anamın qəbri, yəni o istiqamətdə Ağdam istiqamətdə Çullu kəndində dəfn eləmişdik biz onu. Yəni onun ürəyi orayla döyündü. Dünyasını dəyişəndən sonra bizə çatdırdılar ki, o həqiqətən də gedirmiş. Hara gedirmiş biz bilmirmişik. Bəlkə də o gedib anasını ziyarət edib gəlirmiş, biz onu bilmirmişik. Səngər onun həyatıydı. Mən o adam evdə rahat günü görmədim. Biz buradan gedirdik. Tezdən 5-dən çıxırdım ki, gedim səhər yeməyini orada olum. Çatdıraq ona. Evdə tapırdım. O adam evə tapırdım. Deyirdi, nə gəlmişsən oturdu evində. Mən deyir, işim var, çöldəyim. Mən onu gün də evdə tapmadım, çərşənbə axşamını da evdə tapmadım. Hər bayram gedirdim ki, bir yerdə keçirik. O deyirdi, yox, sən evdə oturmuşsan, Səngərdə əsgər var. Mən əsgərim nəyəm? Həmin gün səhər, günorta danışdıq, səhər danışdıq, nə qədər eləşdi danışa bilmədik, tutmadı yaxşı telefonuma, 3-də danışdı mənlə. Rahat danışdı. Deyirəm, axı, niyə mənə demədi bir kəlmə, bir şey tapşırmadı. Heç nə demədi. Elə dedi, hər şey yaxşıdır. Qoymazdım, mən narahat olum. Dedi, uşaqlara bax, yaxşı nə dedi, oxusun. Bu, hər bir insanın həyatda qazana biləcəyi ən böyük rütbədir. Hər adam kim olursa olsun o rütbəyə qədər gedib çata bilmir. Bu həyatda həqiqətən çox ölümlər olur. Amma məncə bu ən şərəflisi idi. O öz dostlarının çiynində son məzarına uğurlandı. Bu da çox qürur verici histir. Təbii ki, bu bizim ailə üçün çox böyük itkidir. Məncə hamı mənim hisslərim başa düşər ki, bundan sonra atasız həyatla davam etmək mənim üçün çox çətin olacaq. Çox tez bir zamanda bizi tərk edib getdi. O əsasən həmişə ön cəbhədə. Bəlkə də bu həyatda heç onu bəlkə toplasanız 16 ildə bir il üst-üstə çox görməmişəm. Həmişə çox səssiz, heç demək olar ki, heç danışmırdı. Biz artıq ondan bir-birimizə baxışlarımızla
bir-birimizi başa düşürdük. Mən vətəndən uzaqdayam, vətən mənim içimdə. Vətən kimi yer görmədim gözəl biçimdə. Mən vətəndən uzaqdayam, vətən mənim içimdə. Vətən kimi yer görmədim gözəl biçimdə. Elə insanlar var, ömür boyu bir yerdə keçirirlər, bir otaqda keçirirlər, amma bir də bağlanırlar. Söhbətindən getmir. Söhbət eyni dünyanı paylaşmaqdan gedir. Mən evliydim, yanımdadır. Ayrılanda da deyirdim ki, yanımıza yer. Heç bilmədim axı harasa gedə bilər. Bir də tez qoyub məni gedir, hazır deyildi. Elə deyirdi, sən uşaqlardan müğayət olub, başqa şey fikirləşmə, sən uşaqları oxusunlar. Məndən nigaran qalma. Elə bil ki, mən də yaxşıyım. Evə gələndə də getməliyəm, bir fikir qaldı orada. Ancaq xidmət, deyirdim, sən bu xidmətdən yorulmadın. Deyirdi, vətən sevmək olsun, olmaz. Vətən sevgidir, eşqdir. Öncə vətən. Səninləyəm, harda olsam ey vətən. Səndən uzaq, yalnız səni düşünürəm mən. Səninləyəm, harda olsam ey vətən. Qürur yeri olan şəhidlərimiz ən böyük sevgini, vətən sevgisini yaşadılar. Torpaq uğrunda ölən varsa vətəndir dedilər. Vətən sizə görə var oldu və olacaq. Arzularınız çin olsun.